Dünyanın hər güşəsində Afrikadan Avstraliyaya, Şumerdən Amazona min illərlə qalmış izlər var. Eyni motivlər, eyni hekayələr, eyni sual. Biz həmişə burada tək olmuşuq. Bu videoda qədim mətnlərdən qaya rəsmlərinə, piramidaların sirrindən genetik qəribəliklərə qədər paleokontakt nəzəriyyəsini bütün detalları ilə araşdıracağıq. Haqqında danışılanlar bir iddiadır, yoxsa sübut olunmuş gerçəklik. Gəlin başlayaq. Paleokontakt ya da daha geniş tanınmış adı ilə Ancient Astronaut Theory iddia edir ki, qədim dövrlərdə yüksək inkişaf etmiş yad sivilizasiyalar yer ilə əlaqə qurub, insanlara texnologiya, bilik və mədəni təsvir veriblər. Bu fikrin populyarlığı İsveçrəli alim Erich von Däniken kimi müəlliflərinin kitabları vasitəsilə 20-ci əsrin ortalarından başladı. Dänikenə görə antik sivilizasiyalar, mədəniyyətlər dünya xarici ziyarətçilər tərəfindən inşa edilmiş və ya onların təsiri ilə yaradılmışdı. Lakin həmin dövrün elm aləminin üzvləri bu teoremləri saxta tarix və ya sərsəm iddialar kimi qəbul etdi. Dänikenin ən məşhur əsəri isə 1968-ci ildə yayımlanmış Chariots of the Gods, yəni Tanrıların arabaları əsəri oldu. Kitaba görə qədim piramidalar, Nazca çölləri, Şərqi İsland heykəllərinin meydana çıxmasında yad planetlilər rol oynamışdı. Bu kitabın əsasında 1970-ci ildə Harald Reinl tərəfindən çəkilmiş eyni adlı sənədli film də var. Lakin videomuzda bu nəzəriyyənin köklərini daha da qədimdə, mifologiyada və qədim dünya tarixində axtaracağıq. Paleokontakt nəzəriyyəsinin tərəfdarlarının ən əsas dəlilləri nədir? Birinci, qədim mətnlər və miflər. Şumerlərin Anunnaki hekayələrini, Vedalardakı Vimana təsvirlərini, Aztek, Maya və sair mifologiyanı özündə əks etdirir. İkinci, qaya rəsmləri və petroqliflər. Dünya üzrə təkrarlanan insan olmayan fiqurları özündə əks etdirir. Üçüncü, qədim texniki biliklər, astronomiya, meqalitik tikinti dəqiqliyi, bəzi hesablamalar və s. özündə göstərir. Dördüncü, anormal genetik, biomolekulyar göstəricilər, insan inkişafının sürət haqqında iddialar və s. Bu kateqoriyalar tez-tez sosial medianın və sənədli filmlərin əsas wow nöqtəsidir. İlk olaraq qədim mətnlər və miflərə toxunacaq. Heç şübhəsiz bu mövzuda ilk yeri Anunnaki, Vimanas, Quetzalcoatl kimi anlayışlar tutur. Bu Anunnakilər nədir və ya kimlərdir? Şumer, Akkad, Aşşur və Babil mifologiyalarında göy tanrısı Anın soyundan gələn və insanlığın taleyini müəyyən edən tanrı qrupları Anunnaki deyə adlandırılmışdır. Lakin müasir elmdə Zakariya Sitchin kimi elm yazarları bu tanrılar qrupunun Nibiru planetindən gəldiyi və insanları yer kürəsində qızıl çıxarmaq üçün yaratdıqları barədə məqalələr yazmışdır. Bəzi yazarlar üçün isə Şumer panteonundakı Anu, Enlil, Enkişimi, güclü tanrılar konkret olaraq yad planetdən olan varlıqlar kimi qeyd edilir. Miflərə görə Anunnakilər göy tanrısı Anu ilə yer tanrısı Kinin uşaqları olaraq ən güclü qrup tanrılardır və insanlığın taleyini müəyyən etmək kimi mühüm vəzifələri vardır. Anunnakilər mövzusuna növbəti videolarımızda daha ətraflı toxunacaq. İndi isə Hind vedalarında olan Vimana, uçan maşınlar kimi anlayışlar barədə danışaq. Vimana, Hind mifologiyasında tanrıların istifadə etdiyi antik uçan maşınlar və ya tanrı arabaları olaraq təsvir edilmişdir. Mahabharata və Ramayana kimi mətnlərdə döyüşlərdə istifadə olunan bu arabaların sürətli və manevr qabiliyyətinin yüksək olduğu qeyd edilir. Bəzi mənbələrə görə də nüvə enerjisi ilə işləyən Vimanalar öz ətraflarında elektromaqnet dalğalar yaya bilirlər. The Objective kimi filmlərdə də antik Hindistana aid olan Vimanalar barəsində qeyd olunmuşdur. Hind dastanlarına görə Vimanalar 2 mərtəbəlidir və dairə formasındadır. Tavanlarında isə bir giriş tuneli var. Külək sürəti ilə uçan bu maşınlar uçuş zamanı melodik bir səslə çıxarılırlar. Miflərə görə Vimanalar bəzən boş qap halında, bəzən isə uzun silindir halında olurlar. Buddist bir rahib Gunavarmanın eramızın 4-cü əsrində Şri-Lankadan Yavaya uçaraq Yavanın kralını Buddistə çevirdiyindən bəhs edən mətnlər mövcuddur. Bəlkə rahib Gunavarman bu uçuşu həyata keçirmək üçün qədim vimanalardan istifadə etmişdi.
Belə ki, uçan maşınlarla bağlı hekayələrin toplandığı Ramayana dastanında hadisələrin cərəyan etdiyi yerlərdən biri də Şri-Lankadır. Rahib Gunavarmanın Yavaya enişindən bir gün əvvəl kralın anası yuxusunda böyük bir ustadın uçan bir kosmik gəmi içində göydən endiyini görür. Günəşin iş şəfəqləri Yava adasını işıqlandırarkən Buddist rahib də göylərdə görünməyə başlayır. Bu hadisəyə şahid olanlar parıldayaraq uçan naməlum obyektin cüzi bir səs belə çıxarmadan yer səthinə endiyini görürlər. Yerli əhali rahib Gunavarmanı tanrının bir elçisi zənn edərək ona böyük hörmət göstərir. Digər bir mənbədə isə Benarestəki, yəni Hindistanda bir kralın ləl-cəvahirlə örtülü və havada uçan maşına sahib olduğundan bəhs edilir. Ləl-cəvahir sözü vimanaların hərəkətə gətirilməsində istifadə olunan kristalları ifadə edir. Ramayanada atlar, qartallar və fillər formasında olan vimanalardan da bəhs edilir. Bunların eyni ilə bir neçə uçan maşın tiplərini və kosmik gəmilərinin müxtəlif heyvan adları ilə adlandırıldığı kimi fərqli istiqamətlərdəki ya da müəyyən bir sinifləndirməyə uyğun olan müxtəlif vimanalara verilən adlar olması normaldır. Vedalarda müxtəlif tip vimanalardan bəhs edilir. Bunlara misal olaraq Agnihotra vimana, yəni 2 motorlu vimana, fil vimana, yəni 2-dən çox motoru olanlar, zərricə və ibis quşlarının adının verildiyi vimanaları da göstərə bilərik. Bir çox ölkənin alimləri artıq kosmosa uçuşların sirlərini təkrar kəşf edə bilmək üçün qədim sanskrit mətnlərini araşdırırlar. Hindli bir alim Maharshi Bharadvajanın yazmış olduğu Aeronavtika qədim əlyazma mətni adlı Beynəlxalq Sanskrit Araşdırmalar Akademiyasında yayımlanan məqaləsində son dərəcə cəlbedici və inanılmaz məlumatlarla tanış ola bilərsiniz. Hətta Çin miflərində də oxşar hadisələrə rast gələ bilirik. Taoist nağıllarında tez-tez göylərdə uçan ölümsüz varlıqlardan söz açılır. Xiyan adlı bu maşınları idarə edənlərin sərhədsiz ilahi qüvvələri də vardır. Qədim mətnlərdən olan digər mövzu isə Mərkəzi Amerikada Quetzalcoatl kimi göydən enən mədəniyyət qəhrəmanlarıdır. Bu nəzəriyyə Mərkəzi Amerikanın qədim tanrısı və mədəniyyət yaradıcısı hesab olunan uzaq planetdən gəlmiş və göyə doğru uçan əjdaha və ya qədim astronavt kimi şərh edilir. Belə ki, onun uçan heyvan simvolu yad planetli texnologiyası ilə əlaqələndirilir. Paleokontakt tərəfdarlarına görə bütün bunlar metafora deyil, real hadisələrin mifləşdirilmiş təsvirləridir. İndi isə nəzəriyyə üzvlərinin ikinci dəlil kimi qeyd etdikləri qaya rəsmlərindən danışaq. Qaya rəsmlərindəki fiqurlar, iri başlar, dairəvi gözlər, skafandr görünüşü nəzəriyyə tərəfdarlarını belə qənaətə gətirib ki, insanlar bu rəsmlərdə yad varlıqları təsvir ediblər. Məsələn, Tassili rəsmləri Əlcəzairin cənub-şərqindəki Tassili-in Accer dağlarında yerləşən dünyanın ən əhəmiyyətli mağara incəsənət abidələrindən biridir. Bu rəsmlər Saharanın qədimdə yaşıl və nəmli olduğu dövrü əks etdirir. Rəsmlərdə ov səhnələri, ev heyvanları və müxtəlif insan fəaliyyətləri təsvir edilir. Eyni zamanda bu açıq hava muzeyində əks olunan başqa fiqurlar isə yuvarlaq başlı insanlardır. Bu regiona xas olan sirli, yuvarlaq başlı fiqurların təsvirinin hələ ki elm aləmində real bir açıqlamasının olmaması paleokontakt nəzəriyyəçilər üçün maraq doğurur. Bundan başqa biz Fransada yerləşən Pets Merle mağarasında 19 min illik yaşı olan 3 uçan cismə baxan insan rəsmini, müasir film səhnəsindən götürülmüş rəsmə bənzəyən Niax mağarasındakı 13 min illik UFO gəmisi simvolunu, İtaliyadakı Val Camonica mağarasındakı məcazi mənada desək, başlarında parıltılı skafandr olan insan şəkillərini, Utah ştatındakı 6000 illik yaşı olan Sega kanyonu petroqliflərini, Avstraliyada yaşayan qədim aborigenlərin qoruyub saxladıqları, yenə başlarında kosmonavt skafandrına bənzəyən halolar olan Vanjina qaya rəsmlərini, Maya kralı Paçalın tabut qabağının üst rəsmini və s. göstərmək olar. Qədim insanlar niyə belə şəkilləri çəkib iz olaraq saxlamışdı? Onlar həqiqətən də gördüklərini rəsm eləmişdilər, yoxsa bir-birlərini bənzətməyə çalışmışdılar? Axı digər heyvan rəsmlərini dəqiqlikdə bənzədən sələflərimiz nə üçün insan şəkillərini belə qeyri-adi məxluqlara bənzətsinlər? Bəlkə xəyal gücləri idi. Öz aralarında yayılmış miflərdəki, qorxulu nağıllardakı bədheybətləri qeyd eləmək istəmişdilər. Yox, bu da inandırıcı deyil. Axı at paleolit dövründə odu yeni kəşf edən qədim insan necə bu dərəcədə mifologiyası inkişaf edə bilərdi? Müasir elm isə vəziyyəti başqa cür izah edir. Onlara görə bayaq da dediyim kimi, bunlar hamısı yəni rituallar, totemlər, stilize edilmiş insanlar, şamanik təsvirlər və s. sadəcə xəyal gücümüzün bir meyvəsidir. Sadəcə olaraq insan beyni simvola bənzər formalara meyillidir.
Bu simvollar beynimizdəki və ya xəyalımızdakı hansısa fiqurlarla oxşarlıq yarada bilər. İndi isə paleokontakt nəzəriyyəçilərin toxunduğu üçüncü dəlili araşdıraq. Meqalitik memarlıq necə tikilib və niyə sirr yaradır? Paleokontaktçılar üçün ən güclü arqumentlərdən biri meqalitik tikililərin izah olunmaz dəqiqliyidir. Puma, Punku və Baalbek kimi yerlərdə milyonlarla kiloqramlıq daşların necə kəsilib daşındığı sual doğurur. Arxeoloqlar isə buna insan texnologiyasını və təşkilatlanmasını, polad alətlər, lif və sürüşmə texnikaları, uzun müddətli əmək və ixtisaslaşma kimi izahlar verir. Paleokontaktçılar isə bu texnologiyaların insan bacarığı ilə izahını yetərsiz hesab edirlər. Bu texnologiyaların yetərsiz olmasına başqa bir nümunə göstərək. Məsələn, Dogon nümunəsi və astronomik iddialar. Dogon tayfası ilə bağlı məşhur hekayə və onların müasir teleskoplar olmadan Sirius B ulduzu haqqında dəqiq məlumatlara sahib olduqları ilə bağlıdır. Bu iddia paleokontaktçılar üçün qızıl dəlil oldu. Dogon tayfası Afrika əhalisindən ibarət bir qrupdur və ənənələrində Sirius ulduz sistemini, xüsusən də görünməyən Sirius B ağ cırtdanını teleskop olmadan detallı məlumatlarla təsvir etmələrlə məşhurdurlar. Bu astronomları təəccübləndirən və müasir kəşflərlə təsdiqlənən astronomik məlumatlardır. Sirius isə göydə ən parlaq ulduz olan və əslində bir-birinin ətrafında dönən Sirius A və Sirius B ulduzlarından ibarət bir ulduz sistemidir. Və Afrikanın Mali respublikasında yaşayan bu qədim xalq bunu necə bacardı? 1930-cu illərdə məşhur etnoloq Marcel Griaule tərəfindən qərb dünyasına tanıdılan bu qədim xalqın bilikləri müasir astronomiya ilə üst-üstə düşürdü. Paleokontaktçıların növbəti dəlili və ya növbəti fərziyyəsi isə genetika və ya buna edilmiş müdaxilə ilə bağlı iddialardır. Bəzi yazılarda iddia olunur ki, insan genomunda baş verən sürətli sıçrayışlar və beyin inkişafı yad müdaxilənin nəticəsidir. Elmi baxımdan isə insan təkamülündə sürətli dəyişikliklər mədən texnoloji təzyiqlərlə izah olunur. Hazırki genetik araşdırmalar bəzi anomaliyalar aşkar etsə də, bu nəticələri yad müdaxilə kimi şərh vermək üçün kifayət qədər sübut yoxdur. Yad planetlər tərəfindən genetik müdaxilə əsasən elmi fantastika və konspirasiya nəzəriyyələrinin bir mövzusu olub, insanların və ya digər canlıların genetik koduna xarici həyat formaları tərəfindən dəyişiklik edilməsi fikrini əhatə edir. Bunun hər hansı bir elmi sübutu olmasa da, bu fikir bir çox populyar film və kitabın geniş mövzularına çevrilmişdir. Əslində, paleokontakt həm sirr, həm maraq, həm də bir əyləncədir. Bəzi iddialar düşündürücüdür, bəziləri isə sübut tələb edir. Ən yaxşı yol açıq fikirli olmaq, eyni zamanda tənqidi düşüncəni itirməməkdir. Sən nə düşünürsən? Bu nəzəriyyə bəşəriyyətin reallığını açıqlayan ipucu ola bilərmi, yoxsa sadəcə bizim xəyal dünyamızın bir meyvəsidir? Şərhlərdə fikrini yaz və abunə ol. Növbəti videolarımızda görüşəməyə ümid edirəm.